Salam. Bugün biz sizlə süni intellektin insan beynini tembelleştirip tembelleştirmediği sualının cevabını axtaracağıq. Çünkü artıq elə bir dövrdəyik ki, bizə hansısa bir məlumat lazım olarsa, sadəcə bir prompt, yəni bir komanda yetərlidir. Biz süni intellektə o komandanı veririk və bu mövzuda bizə məlumat ver deyirik və bütün bilgilər əlimizin altında olur. İndiyə qədər texnologiyadan istifadə etməklə məlumat əldə etmişik əlbəttə. Örneğin kalkulyatorla hesablama işləri aparmışıq. Google'da araşdırmalarımızın daha asan olması üçün kömək almışıq. Ancaq süni intellekt biraz fərqlidir. Sanki süni intellekt artıq biraz da düşünür bizim əvəzimizə və biz əgər indi günümüzdə hər şey süni intellektlə eləyiriksə, o zaman insan beyni olaraq tembelləşməli deyilikmi? Əlbəttə ki, tembelləşirik və bu qarşısı alınmaz bir şəkildə bir axın olarak çok ciddi bir problemə dönüşmeye başlayır. Neçə ki biz süni intellekti beynimizin əvəzinə işlətməyə davam eləyəcəyik, təbii ki bu problem çox ciddi bir şəkildə böyüyəcək. Və süni intellekti necə istifadə etmək olar? Çünki süni intellektdən istifadə etməmək əslində dünyadan geri qalmaq deməkdir. Təbii ki biz süni intellektdən istifadə etməliyik. Ancaq düşünək, biz tələbəyik və müəllim bizə bir mövzuda araşdırma aparmağı veribdi və biz gəlib süni intellektə 2 komanda veririk. Bu mövzuları araşdır və süni intellekt bizə ən mükəmməl şəkildə öz tədqiqatlarını verir və nəticəni verir. Və biz onun üzərinə heç nə düşünmürük, araşdırmırıq və öyrənmirik. Belə olan təqdirdə sizcə bizim beynimiz nə qədər inkişaf eləyə bilər? Düşünürəm ki, nəinki inkişaf, hətta geriləyə bilər. Ona görə də süni intellektdən doğru istifadə etməyin yolunu bilməliyik. Yəni biz süni intellekti alət olaraq istifadə edəriksə, təhlükəli bir vəziyyət yaranmaz. Məsələn, bir mövzuda araşdırma aparmaq istəyirəmsə, əvvəlcə onu mən özüm yazmalıyam, öyrənməliyəm, o yollardan özüm keçməliyəm. Daha sonra ikinci bir göz olarak baxması üçün süni intellektə komanda verməliyəm və o mətni yoxlayıb çatışmazlığını, əgər əksiyini, dünya standartlarında və ya lazım olan standartda olub olmadığını yoxlayıb mənə texniki cəhətdən geri bildirim eləyə bilər. Yoxsa mənim əvəzimə düşünüb, mənim əvəzimə yazdığım müddətcə süni intellekt təbii ki mənim beynimi yuyacaq və mənim beynimin əvəzinə artıq beynim gerilədiyi üçün süni intellekt olacaq. Bax, bu təhlükəlidir. Bundan qorunmağın yollarını da mən sizə dedim. Dövr texnologiya dövrüdür. Biz süni intellektdən hər şəkildə istifadə etməliyik, bunu bacarmalıyıq. Bacarmadığımız təqdirdə problem var. Mən düşünürəm ki, texnologiya dövründə biz doğru addımları atarıqsa, texnologiya bizim ən yaxın dostumuz olar, nəinki düşmənimiz. Texnologiya dövründə hər kəsə uğurlar diləyirəm. İnşallah doğru qaydalara əməl eləyərik. Sağ olun.